Salam hörmətli izləyicilər, hörmətli qardaşlar. Xoş gördük hər birinizi. Əziz qardaşlar, bugün aprel ayının 19-u 2025-ci il. Buyurun baxın, 3 baş yanı balalı inek satılır. Videoya sona qədər baxın, mallardan tam məlumatınız olsun. Əziz qardaşlar, gördüyünüz bu inek mal sahibinin dediyinə görə ikinci qarına doğub. Erkək balalıdır. Südü səhər axşam mal sahibi qeyd elədi ki, 4 əmcəyindən 20 litr süd verir. Qiyməti 3850 manata deyilir. Real alan olsa qiymətdə razılaşma yeri var. Videoya sona qədər baxın. İkinci maldan da, üçüncü maldan da məlumatınız olsun əziz qardaşlar. Kim də almaq istəyirsə getsin malı yerində saxsın, yoxlasın, alsın. Görürsünüz, maşallah olsun, çox bir südlü maldır. Mal sahibinin dediyinə görə 4 əmcəyindən 20 litr süd verir. Balası da erkəkdir. Buyurun baxın. Əziz qardaşlar, gördüyünüz bu inəkdə mal sahibinin dediyinə görə birinci qarına doğub. Təmiz ağqulaq cinsidir. Südü səhər axşam 10 litr. Qiyməti 3100 manata deyilir. Real alan olsa qiymətdə razılaşma yeri var. Birinci qarına doğub ağqulaq cinsidir, dişi balalıdır. Südü səhər axşam mal sahibinin dediyinə görə 10 litr. Qiyməti 3100 manata deyilir. Real alan olsa qiymətdə razılaşma yeri var. Buyurun baxın əziz qardaşlar, videoya sona qədər baxın. Üçüncü maldan da məlumatınız olsun. Gördüyünüz kimi təzə doğub. Kim də almaq istəyir, getsin yerində saxsın, yoxlasın, alsın. Əziz qardaşlar, gördüyünüz bu inəkdə mal sahibinin dediyinə görə birinci qarına doğub, dişi balalıdır. Südü səhər axşam 4 əmcəyindən mal sahibi qeyd elədi ki, 12 litr süd verir. 3 əmcəyin sağında rahat 9 litr süd verir. Mal sahibi qeyd elədi ki, təmiz İvanovka cinsidir, gördüyünüz kimi. Qiyməti 3200 manata deyilir. Real alan olsa qiymətdə razılaşma yeri var. Gördüyünüz kimi bax, bu da balasıdır, dişi balalıdır. Kim almaq istəyirsə getsin yerində saxsın, yoxlasın, alsın. Kanalımıza da abunə olub videolarımızı bəyənməyi unutmayın, zəhmət olmasa. Gördüyünüz kimi belə mal sahibinin dediyinə görə İvanovka cinsidir, birinci qarına doğub. Balasını da görürsünüz, dişi balalıdır. Almaq istəyənlər əlaqə saxlaya bilər. Əlaqə nömrəmiz səhifədə qeyd olunub. Kim hansı malı almaq istəyirsə getsin yerində saxsın, yoxlasın, alsın.